Salam, hər vaxtınız xeyir, əziz dinləyicilər və izləyicilər. Society of Chemical Engineers podkast kanalına xoş gəlmisiniz. Bugünkü mövzumuz sadəcə elm deyil, az qala gələcəyin özüdür. Nanotexnologiyadan danışacağıq. Nano olsa da mega töhfə verib elmə, dünyaya. Buna görə də bizim müsahibimiz var. Müsahibimiz UCL-də professor köməkçisi, müəllim Mədinə Quliyevadır. Sizin haqqınızda daha ətraflı sizdən eşidək. Salam, dəvətiniz üçün təşəkkür edirəm. Mən bütün təhsilimi UCL-də almışam. Neyroelm üzrə bakalavr, sonra nanotexnologiya və bərpa tibbi üzrə bitirmişəm. Ondan sonra gördüm ki, maraqlı gəldi sahə. Keçdim doktorantura təhsilimə, onu da nanotibb üzrə bitirmişəm. Bu qədər. Bu qədər. Bu bəzən çox qəribə sualla başlayırlar mövzuya. Mən istəyirəm ki, nanotexnologiya haqqında danışanda elə bu sözün özündən başlayaq. Fundamental yanaşsaq, nanotexnologiya nədir? Əla sualdır əslində. Çünki nanotexnologiya deyəndə həm masterə ilk başlayan tələbələr, həm də bakalavra ilk başlayan tələbələr belə wow effekti alıram da onlardan. Əslində nano ölçü vahididir və mühəndislik tərəfinə gəldikdə isə bu ölçü vahidinin bir neçə sahənin, multidisiplinar sahənin birləşməsində tətbiqinə deməkdir. Yəni 10⁻9 həcmdə olan, ölçüdə olan elementlərin mühəndisliyinə deyilir nanotexnologiya. Ona görə girişdə mən söz oyun elədim. Yəni mega. O da əslində ölçüsü xırda görünsə də adda, amma böyük işlər görmək olur. Doğrudur, düz deyirsiz. Elə Richard Feynman'ın bir ilk başlayanda mühazirəsinə gəlir, çıxır. Orada deyir plenty of room at the bottom. Yəni böyük bir yer var, kiçildə biləcəyiniz yer var atomlar arasında. İndi nanotexnologiya, nano hissəsini qeyd edərdiniz, bəs texnologiya hissəsi? Texnologiya hissəsi dediyim kimi multidisiplinardır. İstədiyiniz sahəyə, istər materialşünaslığa olsun, istər belə deyim agriculture olsun, istər ki ümumi olaraq yəni o sual əslində ona görə verdim, ona görə yox ki, çox qəliz, qeyri-adi cavab eşidək sizdən. Sadəcə, yəni hamı danışır, gələcəyin sahəsidir, nanotexnologiya, başqa sahələr, amma bəlkə də o sözün mənasından xəbərləri yoxdur, ya bilmirlər tam olaraq nədir. Ona görə, yəni dinləyicilər təsəvvür yaransın deyə. Amma başqa sualla bunu eləmək olar. Məsələn, yəni gələcəkdə nanotexnologiyanın ən çox dəyişdirəcəyi sənaye sizcə hansıdır? Hansılar daha xüsusi töhfə verə bilər? Ümumi baxsaq, nanotexnologiyanın tətbiqinə hansı bir sahəni götürün, belə düşünmək lazımdır. Olduğunuz ölkə, olduğunuz ölkənin strategiyası. İndi o strategiya əsasən də inkişaf o yöndə gedəcək, elə deyil. Amma artıq bir yön seçmişsinizsə, strategiya seçmişsinizsə, orada baxacaqsınız ki, o tətbiqinin insanlara təsiri. Əsas olaraq nanotexnologiya istifadə etdikdə baxmalısınız ki, əgər mən bunu bitkilərdə istifadə edirəmsə, o bitkiləri sonu insanların bədənində, mədəsində olacaq, o ona necə təsir edəcək? Bu yöndən baxdıqda, yəni nanodərmanların hazırlanması, bitkilərdəki genetik mühəndislik və s. mən deyərdim ki, detektorların hazırlanması. Həm tibbdə hansısa bir xəstəliyin tezliklə tapılması, portable olaraq, yəni necə ki biz COVID vaxtı testlər düzənləndi, mini testlər. Eyni şəkildə, məsələn, xərçəng xəstəliyinin yolda gedirsiniz, birdən ağlınıza gələrkən mən özümü test eləmək istəyirəm, aldınız, yolda test etdiniz. Çox rahat, asanlıqla. Çox rahat, asan. Bu yöndə inkişafını görürəm, çünki bu daha belə invasiv deyil də, minimum şəkildə invasivdir. Eyni şəkildə bitkilərə, məsəl üçün nəyisə test etmək istəyirsinizsə, detektor şəkildə torpaqdakı mineralları falan elə. İndi siz danışdığınız bir çox istiqamətlərdən, burada xüsusilə laboratoriya məsələsini qeyd etmək istəyirəm. Yəni ki, əvvəldə hər şey daha böyük ölçüdə, böyük həcmdə baş verdisə, nanotexnologiyada yəqin ki, bu daha qısa ölçüdə olacaq. Yəni mini laboratoriyalar sonra daha qısa həcmdə olacaqsa, bu ümumi təsəvvür necə dəyişəcək? Yəni gələcəkdə laboratoriya söhbətində onu soruşmaq istəyirəm. Əslində mini laboratoriyalar
söhbətinə gəldikdə, yəqin ki mini lab dedikdə detektorların hazırlanması deyərdim. Portable olaraq daşına bilinən laboratoriya. Bu cəhətdən artıq istifadədə olan genetik sıralanma, yeni nəsil genetik sıralanma var. Hansı ki artıq nanotexnologiyadan istifadə edir və istədiyiniz yerdə DNT-nizin sıralanmasını əldə edə bilirsiniz sürətli şəkildə. Dediyim COVID testləridir və s. Yəni bunlar artıq olunan bir texnologiyalardır. Yəni bu arada ki yaşamış təcrübədir hardasa. Yəni gələcək haqqında danışmırıq da, faktiki baş verir. Hal-hazırdadır bəli. Podkastın keçişində indi ola bilər ki, mövzuya keçid ala bilərik. Sadəcə bizi həm də ən çox maraqlandıran, yəni Society of Chemical Engineers olaraq, yəni kimya mühəndisləri bu sahəyə yönəlmək istəyən gənclər, yəni nə etsinlər? İlk hansı addımlar atmalıdırlar? Çünki birbaşa nanotexnologiyaya giriş yoxdur da, gərək hardansa giriş eləyəsən. İlk ağla gələn belədir yəni. Əslində elə ilk sualından başladın sən. Çox qəşəng bir sualdır o həmişə. Fundamental başlanğıc üçün. Çünki nanonu başa düşmək lazımdır. Nədir? Ölçü vahididir, elə deyil. Bəli. Və nəyə baxır? Atomların formalaşdırılmasına, kimyəvi elementlərin birləşdirilməsinə, bir-biri ilə əlaqəsinə. Burada sizə lazım olacaq bilik nədir? Kimya biliyi, o var sizdə. Fizika biliyi. Fizika biliyi mütləq. Mühəndis üçün yəni. Mühəndissiniz, bacarığınız var, birləşdirmək, quraşdırmaq. Ona görə fundamental olaraq hər bir bacarıq, qabiliyyət sizdə var. Sadəcə nanonun ölçü olduğunu və belə deyim də multidisiplinar sahə olduğunu başa düşmək lazımdır. Hansı sahəyə artıq oradan yönəlirsinizsə, o sənayedə belə deyim ki, materialların çox zamanı materiallara tətbiq olunur. Deyək ki, nanofiltrlər olsun, nə bilim borular olsun, insanlarda əgər farmakologiyaya getmək istəsəz, insanlarda tətbiq olsun. O biliyi artıq yönəldiyiniz tətbiqə doğru formalaşdıracaqsınız. Tətbiqi öyrənirsiniz, tətbiq edəcəyiniz elementi ya insana tətbiq edəcəksinizsə, o insanı öyrənirsiniz, insanın hansı hissəsinə tətbiq edəcəksiniz, o hissəni öyrənirsiniz. Və orada artıq formalaşdırırsınız biliklərinizi. Yəni nano dedikdə belə böyük bir şey yoxdur ortada. Sadəcə onun deduksiya edilib başa düşülməsi lazımdır da nədir, nə deyil o. Tədqiqat obyekti hansıdırsa, o tərəfə yönəlmək lazımdır. Mən belə başa düşdüm ki, indi belə fikirləşirəm, indi smart cihazlar, süni intellekt, yəni gündəlik həyatımızın ayrılmaz hissəsidir. Nanotexnologiyanın bura tətbiqindən danışsaq, yəni zaman keçdikcə yaxud gündəlikdə bu necə dəyişəcək, necə töhfə verə bilər? Süni intellekt nanotexnologiya olduğu kimi biraz şişirdilmiş sahədir. Nə mənada? Data belə deyim də statistikadır, datanın formalaşdırılmasıdır və nə qədər çox datanız var, nə qədər çox düzgün şəkildə formalaşmış datanız var, qərəzliyi az olan datanız var, o qədər də yaxşı süni intellektiniz formalaşacaq. Amma süni intellekt sadəcə bilinənin, elə bil ki, bilinənin avtomatlaşdırılmış versiyasıdır. Daha sürətli, daha çevik. Daha sürətli, daha çevik. Yəni belə deyim də, axtarışı asanlaşdıra bilər. Misal üçün, əgər siz hansısa bir laboratoriyada nəsə istifadə edirsinizsə və siz onu çox şəkildə istifadə edirsinizsə, ümumi olaraq datanızı yedizdirirsiniz, qurduğunuz bu maşın dilinə deyim, machine learning, bəli. Machine learning-ə datanı verirsiniz, o onun üzərində bir şey formalaşdırır və artıq axtaranda sizə tez cavab verir. Yəni belə yöndə tətbiqi ola bilər. Həm laboratoriyada, həm nə bilim deyək ki, hansısa bir formada boru formalaşdırmaq istəyirsiniz və siz nə edəcəksiniz? O borunun daxilində olan istifadə etdiyiniz nanomaterialların elementlərini verəcəksiniz bu datanın içərisinə, daxil edəcəksiniz. Sonra borunun formatını və ondan sonra tətbiqində olan effektini. Və bu machine learning bunu öyrənir. Öyrənir və sonunda sizə öyrətdiklərinizdən bir cavab verir. Yəni bu
belə deyim də, özündən nəsə ortaya çıxartmır. Çıxartsa da yenə də onu yoxlamaq lazımdır. Çünki sizin elə bil datanın formatından asılıdır da, o hansı harda daha çox datanız var, o yöndə sizə nəsə təklif edəcək. Aydındır. Amma bu sualda birisi yadımdan çıxmışdı, robototexnika söhbəti. Robotik. Yəni bu sahə ilə də əlaqəli yaratsaq, yəni o sahədə hansı imkanlar aça bilər? Çünki nanotexnologiyanın belə deyək, baş vurmadığı sahə yoxdur da, hər yerdə var, az qala. Yəqin ki, elektronika tərəfinə keçər robotikanın da. Belə baxıram ki, başqa yöndə robotikanın nanotexnologiya... Orada da minimallaşma mı görəcəyik, yoxsa necə ola bilər? Minimallaşma... Yoxsa heç belə sahədə inkişaf yoxdur, mən fərqli yerə ki, daxil oldum yəni. Məncə artıq var elektronikada, görürük də, telefonlar sürətlənir, kiçilir, formatları dəyişir və s. Ya əyilə bilən materiallar var, geri telefonların formatdan formata salınır, formadan formaya salınır. Amma elektronik cəhətdən yəqin ki, onların daxili strukturu və istifadə olunan materiallar dəyişəcək. Ola bilsin ki, onları hazırlayan robotların da daxili elektronik strukturu da dəyişər, nanotexnologiyadan istifadə olunan, daha elə bil ki, səmərəli, daha enerji sərf etməyən, sustainable bir formata gətirilə bilər. Dayanıqlı. Belə. Aydındır. Bu kimya mühəndisi tərəfindən o aspektdən fikirləşmək istəyirəm. Yəni həmin sahənin adamları hansı dəyər qata bilərlər bu sahəyə? Yəni o aspektini yanaşsaq. Əslində kimya mühəndisi ən sevdiyim sahələrdəndir. Çünki hər bilik vardır sizdə. Həm fiziki bilik, həm kimyavi bilik. Belə baxsaq, dünya kimya birləşməsindən irəli gəlir, elementlərin birləşməsindən irəli. O vaxt 7-ci sinifdə müəllimlərimiz deyirdi ki, kimya müəllimləri, yəni kimya təbiət elmidir, nə bilim, bir çox sahələri özündə birləşdirir. Kimyanı tərifləmək istəyəndə belə deyirlər həmişə. Düzdür, doğru bir təsvirdir. Çünki belə baxanda bütöv həm dünyanı başa düşürsüz, həm təbiəti başa düşürsüz. Torpaqdır, sudur, hər yer elementdən ibarətdir. Hər şey kimyadır. Olduğumuz hava da kimyadır. Əlbəttə, bədənimiz də, insan bədəni də kimyavi birləşməsindən. Adi, məsəl üçün, nəsə hiss, emosiya gəlir bizə, o da kimyavi birləşmənin bir-biri ilə əlaqəsidir, dəyişiklikləridir. Əvvəldə belə çox bilmirdik. Elə bilirdik ki, bu ilahi şeylərdir. Amma zaman keçdikcə, bu da hansısa hormonun ifrazından, biokimyəvi çevrilmələrdən qaynaqlanır əslində. Düzdür, yəni ilahi qüvvə bunun bir-biri ilə əlaqəsinin belə deyim də, nizam intizamına da yenə də onlar necə nizam intizamdadır, bir-birindən necə əlaqə edir falan, onun bir-birindən quraşdırılması, sıfırdan başlaması. Amma ümumi olaraq bəli, kimyavi birləşmələrin dinamikasıdır. İndi oranı bilmirik deyə belə deyirik, o ehtimal da var da məncə. Tam da əminliklə demək olmaz. İstənilən sahələrdə adətən bu yeni kəşfin, icadın, təkmilləşdirmənin etik tərəfləri var. Yəni bu insanlar üçün nə qədər faydalı olsa da bir xeyli də ziyanları, zərərləri var. İstəyirəm ondan danışaq. Yəni sağlamlıq, ətraf mühit, yəni bu genetik müdaxilələrdə bu texnologiyanın istifadəsi nə dərəcədə etikdir? Etik olaraq yenə də tətbiqinə baxır və tətbiqini necə edəcəksiniz? Hər bir işdə başlandıqda etik yanaşma olmalıdır. Yəni göz qabağında olmalıdır ki, misal deyim, insana tətbiq edirsinizsə, bu etik şkala çox ən yuxarı yəqin ki, insana tətbiqindədir. Dolayı yolla da yenə bitkilərə baxırsınızsa, genetik mühəndislik etmək istəyirsə, CRISPR sistemindən indi dəyişirlər. Həm insanın genini, həm bitkilərin genini. Elə şeylər ortaya çıxarırlar ki, təəccüblənirsən də. Hər şey görürük. Bu geni modifikasiya olunmuş bitkilər də var. Yəni, onlarda biz qidalanırıq. Etik cəhət deyəndə həm də bunu da saymaq olar. İstəyirəm ki, bunlardan bir xeyli danışaq yəni. Belə deyim, indiki dövrdə çox aktual bir mövzudur. Niyə? Çünki adi bir mağazaya gedirsiniz, artıq görürsüz ki, çox basit bir example deyim.
badımcana baxırsınız, əvvəllər badımcanın forması necə idi? Format deyəcəksiniz. Format deyəcəkdim. Forması necə idi? İndi baxırsınız ki, kənarından biraz Timur şəkilli yumru belə dəyişikliklər var da onların. Niyə xüsusi böyük badımcanlar var, yəni qızartmaq üçün. Elə çox böyükdür də, elə gözləmirsən. Ya balaca elə bir ki, çeşidlilik çoxalıb da. Yəni əvvəl o qədər çeşidi var idi, bilmirəm. Çeşidliliyi də çoxalıb. Onlara o da geni dəyişmək yəqin ki, alınıb. Əlbəttə, onlar elə alınır. Calamaq, geni dəyişmək və s. və onlara toxunduqda hiss edəcəksiniz ki, onların bədənində artıq özlərindən kənar bir belə deyim, məs strukturlaşıb da, o insanda timur necə yaranır? Belə bədən şəkilləndirmə. Yox, bədən şəkilləndirmə yox. Timur Azərbaycan dilində nə deyilir? Kitlə. Yəni məs kütlə onu deyirsiniz, kütləni deyirsiniz. Kitlə. Yəni timur nə olur? Öz hüceyrəmiz olur. Aha. Nə gözü üstünə? Öz hüceyrəmiz olur. O hüceyrə xərçəng xəstəliyində sürətli şəkildə böyüyür və o kitlə yaradır. O kitlənin məsələn var binain kitlə, hansı ki kiçik kitlədir, var ki böyük kitlə və onun malignant olanda onun forması çox struktursuz olur. Həmin struktursuz kitləni kista var dilləri, o söhbətidir. Kista söhbətidir. Onun Azərbaycan dilində qarşılığı yadımdan çıxdı. Ev yox. Sis də var. Yəni sis şəklində kitlədir, amma ki sis biraz simetrikdir. Onun içərisində su olur və elə bil ki maye olur. Amma kitlə insan hüceyrələrindən birləşmə olduğu üçün onun içərisində maye qarışığı da olsa insan hüceyrə kütləsidir. O eyni şəkildə bitkilərdə də bitkinin hüceyrə kütləsidir. Abnormal şəkildə böyümüş. Ona görə baxanda bitkilərə bəzən girirsiniz, mən özüm baxanda artıq bilirəm ki, bunu gemo edir. Onu siz görürsünüz. Biz öyle görmürük yəni. Ona görə belə onu yeyirik biz, düzdür. İndi onun təsiri də illər sonra yəqin ki insanlarda görünəcək. Ümumi olaraq hansı xəstəliklər çoxalır dünyada, ya hansı ölkədə? Xəstəliklərin yaşı cavanlaşır. İndi əslində görürük də bu başlanma. Demək, mümkündürsə. Eynən. Başqa əlavələriniz var bu mövzuya? Deməli, etik cəhətdən danışdıq. İndi bu sosial ədalət, yəni daha qlobal yanaşsaq, yəni yeməkdən çıxsaq belə deyim, yəni qlobal yanaşsaq, bu inhisar yarada bilər. İnhisar soruşa bilərsən nədir? Yəni monopoliya. Yəni bu nanotexnologiyanın inkişafı sayəsində daha güclü ölkələr biraz da gücləşəcək. Yəni daha çox inkişaf edəcək və yenə də başqa ölkələrlə arada uçurum yaranacaq. Yəni bu tərəfindən danışsaq bəs necədir vəziyyət? Əslində dövlətin strategiyasından asılıdır yenə də. İstər-istəməz bu fundamental olaraq nanotexnologiyanın nə olduğuna gəlir çıxır. Materialların yaranması üçün də elementləri kontrol edirsiniz. Elementləri kontrol edəcək kimya mühəndisləri bizim ölkədə maşallah çoxdur. İstənilən sahədə, neft qazda yox, adi başqa sahələrdə də var. Yəni həm Azərbaycanı götürsək, həm bilik, ağıllı qabiliyyətli insanlarımız var. Həm də ki fundamental biliyi başa düşəcək təhsilə sahibdirlər. Ona görə strategiyadan asılı olaraq istənilən ölkədə o kapitaldan istifadə edərək nanotexnologiya inkişaf edilə bilər. Yəni bu wow deyilən bir şey deyil. Sadəcə yəni onda hansı ölkə bunu istifadə eləmirsə, günahı özündə axtarmalıdır. Günahı özündə axtarmalıdır. Yəni həm doğru yerə yatırılmalıdır. Eynən. Yəni strategiyanı götürürsüz, nanotexnologiyanın tətbiq oluna biləcəyi sahələr çoxdur. Enerji sahəsi olsun, davamlılıq sahəsi, yəni enerjidə davamlılıq mövzusu olsun, tibb olsun. Bunlar hamısı yəni kimyanın, elementlərin bir-biri ilə birləşdirilməsi əlaqəsi və onun tətbiqini öyrənməklə irəli gəlir. Siz əgər buna mühit yaradacaqsınızsa, laboratoriyalarda icazə verəcəksinizsə, misal Defense Azərbaycan dilində müdafiə sənayesində misal üçün nanotexnologiya Amerikada çox tətbiq olunan bir şeydir. Həm yüngül, həm dayanıqlı, həm
davamlı materialların yaradılması. Müdafiə sənayesi hər bir cəhətdən deyirsə. Bəli, bəli. Onda əslində hücum tərəfini fikirləşirəm müdafiəni. Onun başqa ölkələrin müdafiəsi daha çətin olacaq da bundan. Əlbəttə, yəni əgər sürətli şəkildə bir ölkə başqa ölkədən daha çox indi də elədir də, yəni dünyanın ən böyük belə deyim ki, güclü ölkələrindən biri sayılır da, həm böyüklüyünə görə, həm də ki hərbi cəhətdən də elədir. Ona görə də ölkənin özündən asılıdır. Belə deyim də, rocket science deyil, amma ki yavaş-yavaş qurmaq olar fundamenti. Bu amma yenə qida söhbəti ağlıma qaldı. Yəni əslində hamı bilir ki, yəni geni modifikasiya olunmuş qidalar ölkəmizə daxil olur. Amma bunu hər şeyin öz adına çağırmaq lazımdır. Yəni bunlar qeyd olunmalımı, necə qeyd olunmalıdır? Yəni alıcı baxsın, imkanı buna çatır, yaxud fərqli yanaşsaq. Yəni bu geni modifikasiya olunmuşdur, amma mən bunu almaq istəyirəm. O nəyə fikir verməlidir? Yaxud da bunu eləyənlər bunu necə etməlidir? Necə göstərməlidir? Ölkədən ölkəyə etik şkala dəyişir. Aha, yaxşı rəqam. İndi biz Çindən gətiririksə nə isə, hansısa bir nə bilim bitkilərə tətbiq etdiyimiz, onları qurdlardan, quşlardan qorunmaq üçün tətbiq etdiyimiz dərmanları. Ağzı ilk gəlməsi maraqlı deyil, həm də. Orada etik biraz şkala aşağıdır. Yəni istədikləri vaxt edə bilirlər. Ona görə də sürətli şəkildə orada balans var da. Nə qədər etik şkala aşağı olur, o qədər inkişaf sürətli gedir. Hə. Çünki insanlar üzərində eksperiment aparmaq daha asanlaşır və baxmırlar da, yəni necə təsiridir, insanın sonu nə olacaq. Sonlarında bir artıq onlarda cavab olur, nəticələri var başqa ölkələrdən. Biz elə bil ki, hamımız təcrübə sıçanıyıq, yəni ki. Eynən də. Əvvəl ancaq onun üzərində iş gedirdi, indi biz də bunu qurmalıyıq. Amma başqa ölkələrdə, misal deyim, Avropada da biraz bu etik şkala yuxarıdır. Avropa bizim Böyük Britaniya tərəflərdə yuxarıdır. Çox diqqət olunur. Amerikada, düzdür, Britaniyaya nisbətən Amerikada biraz şkala aşağıdır. Belə deyim də, baxıb gördüyüm cəhətdən. Amma ki yenə də oradan gələn məhsullara mən daha inanardım, nəinki Çindən gələn məhsullara. Çünki etik tərəfdən onlar insanlar üzərində eksperiment aparmağa biraz daha yumşaq, yəni öz insanlarına. Başqalarının üzərində aparırlar. Yəni savaş olanda hansı bir ölkəyə gedib oradakı insanların əsirlər falan o başqa bir məsələdir. Amma ki özlərinin insanlarına hörmətləri var. Ona görə də orada yaranmış bir produkt, belə deyim də, məhsul yox, hansısa bir dərmanı gətirib bizim bitkilərə tətbiq etdikdə, əlbəttə o qiyməti də baha olacaq. Amma ki etik cəhətdən təsiri də az olacaq da, yoxlanılıb bax öz insanlar üzərində. Yəni təsir. Aydındır. Çox sağ olun təfərrüatlara görə. Bundan başqa onu soruşmaq istəyirəm ki, bu günləri istifadə etdiyimiz hansı məhsullarda, yaxud fərqli bir məfhumda, adını bilmirik də, nə qoyaq. Yəni varmı elə bir şey ki, biz bundan xəbərsizik, halbuki nanotexnologiya tətbiq olunub. Oy da, sən demə bunda da var imiş. Əslində hər belə deyim də çox məhsullarda nanotexnologiya var. Yenə də bu gəlir fundamental nanotexnologiyanın anlayışına, elementlərin birləşməsi. Misal deyim sizə, bu üzümüzü qoruduğumuz kremlər var, günəşdən qorunma kremləri. Aha. Titanium dioksiddən istifadə edirlər. Onu oxuyuruq da, biz neçə illərdir oxuyuruq ki, hətta əsrlərdir oxuyuruq ki, o oradadır. O nə üçündür? Yəni, bizi ultraviolet işığından qoruyur. Bu da nanotexnologiyanın tətbiqidir kremə. Başqa bir şey, məsəl üçün, indi Britaniyada hündür binalarda çox çətindir axı onu təmizləmək şüşələrini. Onları öz-özünü təmizləyən şüşələrdən istifadə edirlər. Onlar çox hidrofilik olur. Su üzərinə otu hopduqda artıq axır tökülür. Həm kir, həm su avtomatik özlərini təmizləyirlər. Bu başqa bir misal. Sonra nano filtrlərdən istifadə edirik artıq, yəni. Bir nano filtr deyəndə bayaq da adını çəkdiniz. O kəlmə ki, 2-3 dəfə adı çəkilir, maraq oyadır istərsəməz. Tam olaraq necədir? Biraz elə bil ki, bir-iki cümlə desəz bizə təsəvvür yaranardı. Bəlkə gedib araşdırdılar, görəsən nano filtr nə işə yarayır? Nano filtrlər elektrod deməyim, iki elə bil maqnit
arası maqnitə hopdurulmuş elementlərdən ibarətdir. Və o elementlər suda olan artıq dəmirdir ya artıq kirdir, özlərinə çəkir. Metal ionlarını. Bəli, metal ionlarını özlərinə çəkir. Onlarla elə bil ki bond yaranır, yəni əlaqə yaranır, rabitə yaranır və artıq su təmiz axır istədiyiniz baxır harda tətbiq edirsiniz onu. Yəni su hardansa keçməlidir filtrdən. Həmin yerdə sizin dediyiniz şəkildə quraşdırılıb maqnitlər. Yəni onda bu suyun tərkibində olan metal ionları, bu sözü gedən cihazın qurğu deyim, həmin sayədə yəni təmizlənir, elə? İki cür ola bilər də. Birincisi ilk öncə sizin istifadə etdiyiniz o suyun axdığı ya boruya tətbiq oluna bilər, ya hansısa bir suyun axdığı, nə deyirlər ona? Azərbaycan dilində bilmirəm. Krana tətbiq oluna bilər, ya da ki əlavə olaraq qıraqdan boruya tətbiq olunmuş, hardakı su gəlir, onun içərisindən keçir, təzədən yenidən daxil olur. Amma bu biraz yavaşlama verə bilər də. Suyun axım sürətində biraz yavaşlama verə bilər. Əslində evə fikirləşəndə ümumi başqa texniki su var. Yəni texniki su xəttindən bir xəttdə nazik boru, yəni o sizin eliniz eləmək olar əslində. Eləmək olur. Eləyirlər əslində. Eləyirlər. Biz Böyük Britaniyada evlərə tətbiq olunanlar avtomatik olaraq kranların içinə daxil olunur və üzərinə elə bil ki krandır və başlıq taxılır. Və artıq su o başlığa çatdıqda təmiz axmağa başlayır. Bu elə bir suyun həm azaltmır, tətbiq etmirsən də, əlavə bir boru xətti tətbiq etmirsən ki, xərclərin qarşısını alır yəni. Həm əlavə xərcdir, həm düzdür, xərc, yəni heç kimsə ömür boyu dayanıqlı filtr yaratmaz. Biznes cəhətdən bu görə dəyişilə bilən bir şey olsun. Amma ki, kənardan boru çəkildikdə artıq ekstra. O suyun elə bil axımında, siz process engineers bunu daha yaxşı bilər. Suyun axımında elə yaradır da, başqa bir format yaradır və onu fikirləşmək lazımdır ki, o necə təsir edəcək ümumi su sisteminə. Əslində mənim növbəti sualım bu kənd təsərrüfatı və su sahəsində nanotexnologiyanın tətbiqi ilə bağlı idi. Artıq birindən xeyli danışdınız. Yəni elə o sahələri danışsaq, nələr var o məqamlarda? Belə deyim də, yenə də həm torpağa tətbiq edə bilərsiniz nanotexnologiyanı, həm suya. Kənd təsərrüfatında su, torpaq, hava, hamısı vacibdir. Gübrə, yəni necə tətbiq olunur, necə faydası toxunur bunun? Belə deyim. Sözünü kəsdim, üzrünü sayın. Nanotexnologiya mövzudur ki, ondan danışana gərək bir başqa 15 sahədən danışasan da, nanotexnologiyanın buna tətbiqi, ona tətbiqi, ona görə bir xeyli mövzudan danışmış oluruq əslində. Yenə də nanotexnologiya, yəni həqiqətən elədir, doğru təsvirdir. İstəyirsən nə isə quraşdırmaq, iki cür, sən sonuna gələcəm, iki cür yanaşma var. Biri var, elə bil ki, puzzle bir-birinə birləşdirib quraşdırırsan. Bir də var ki, yuxarıdan başlayırsan tətbiqindən. O mühiti baxırsan, orada kəşfiyyat aparırsan, o mühitdə tədqiq edirsiniz, bəli, orada araşdırırsınız və ondan sonra deduksiya apararaq formalaşdırırsınız. Ya da ki, sıfırdan top belə bottom up, aşağı isə top bottom yuxarı. Elə bir iki baxış açısı var. Həm nanonun yaradılmasında, materialların, həm də ki baxış açısında. Nanonun əvvəl, nanodan sonra. Deyək ki, qızılınız var əlinizdə, o qızılı nano səviyyəsinə gətirə bilərsiniz. Yəni mühitə baxırsınız. Elə bir ki, bir panoram yuxarıdan baxır. Bəli. Bir də mikroskopik baxış. Başa düşdüm. Baxırsınız hardan başlamaq istəyirsiniz. İndi deyək ki, əlinizdə bir atom var. Hansısa bir atom var, hansısa element var. Və o elementi fərdiləşdirib kənd təsərrüfatına tətbiq etmək istəyirsiniz. Baxacaqsınız ki, siz orada necə bir funksiyalar yaratmaq istəyirsiniz. Puzzle yaradırsınız. Bir konstruktiv baxış açısında. Əvvəlcədən bu dizaynı qurmaq kimi. Eynən. Element bir götürdünüz hansısa bir elementi. O elementin torpağa təsirindən şey olacaq. Yəni torpağın tərkibində olan element nəyisə yaxşılaşdırmaq istəyirik, təkmilləşdirmək istəyirik. İndi ona hansı faydası toxuna bilərsə, birinci onu nəzərə almaq lazımdır. Eynən. Orada olan elementlərdən başlayırıq ki, o mühitə ekstra bir
əlavə təsiri olmasın. Yəni deyək ki, biz o elementi torpağa əlavə etdikdə, oradakı qurddu, quşdu, ondan birdən gəlib onu dimdiklədi, zəhərlənməsin. Qida zəncirində yəni toxunmayaq. Qida zəncirinə toxunmayaq və o qida zənciri bizim bitkilərə toxunmasın. O cəhətdən sıfırdan başlayanda onu da fikirləşmək lazımdır. Götürdüyün elementi üzərinə bir-bir qoşursan. Bir üstəgəl bir. Yəni istəyirsən ki, o hansısa bir turşuluğu ölçsün, ona turşuluq ölçən bir element əlavə edirsən. Detektor kimi. Onda lap elə bir ki, xırda məsələlər var hamısı. Eynən. Yəni bunu nəzərə almaq lazımdır, onu nəzərə almaq lazımdır. Bir də əks tərəflərini fikirləşmək lazımdır. Necə ki, dərmanda həmişə olur, əks göstərişlər. Eynən. Onu nəzərə almaq lazımdır. Bu konstruktiv baxış açısıdır. Bir də var mühiti, ətraf aləmi öyrənirsiniz. Burada artıq artificial intelligence, süni intellekt tətbiq edə bilərsiniz. Mühiti öyrəndiniz, datanızı yığdınız, onu machine learning qurursunuz da ondan, datadan. Və oradan əsaslanaraq artıq deyirsiniz ki, mən istəyirəm bilmək. Mənim bu 1 kvadrat metrimə hansı hissəsinə necə bir dərman tətbiq edə bilərəm, necə bir struktur tətbiq edərəm. Çünki data var axı əlinizdə. Məsələn, buranın turşuluğu 4-dür, buranınki 5-dir, buranınki 6-dır. Fərdiləşdirmək. Hansı kimyəvi ya da fiziki parametri dəyişməklə başqa bitkinin inkişafına yol alır. Və ona uyğun fərdiləşdirə bilərsən eyni dərmanı. Belə. Aydındır. Tam aydındır mənim üçün. İndi istəyirəm bir balaca istiqamət dəyişək. Daha çox biz olan çalışırıq ki, yəni hansı mövzunu fikirləşirik, düşünürük, amma ondan başqa da qonaqlarımız öz həyat yolu ilə deyək, karyera yolu ilə örnək olsunlar. Onsuz örnəkdirlər, sadəcə bunu danışsınlar ki, daha çox adam eşitsin, töhfə götürsün. Bu mənada, yəni sizi ən çox təsirləndirən bu nanotexnologiya layihəsi yaxud startap hansı olub? Yadda qalan. Yəni həmişə yadınızdadır. Niyə məhz odur? Ən sevdiyim startaplar indi adı yadım Nanopor'dur deyəsən adı. Texnologiyanın o bayaq dedim DNT-nin sıralanmasında DNT-də olan. Yaxşı oldu məncə qayıtdıq. Sizə misal verim. O cəhətdən həm sürətləndirib DNT-nin sıralanması, həm də ki portable olaraq hara istəyirsiniz daşınıla bilir. Ən sevdiyim elə bir startaplardan biri odur. Deyəsən Oxfordda yaranıb belə o startap. Adı yadımda deyil əslində. Amma ki yaranılan texnologiyalardan biri odur. Sonra qeyd edərsiniz biz onu bu description hissəsində, yəni orada qeyd edərik açıqlama hissəsində. Texnologiyanın adı Nanopor'dur. Amma belə baxanda indi nanotexnologiyanın başqa cəhətlərinə gəlsək, tibbdə tətbiqinə gəlsək, biraz orada kritik yanaşıram. Çünki özümün olduğum sahədir. 2020-ci ildə mənə startapdan təklif gəlmişdi. Onlar həm neyro cəhətdən biliyim olduğu üçün neyro dərmanlar hazırlayırdılar nanoqablaşdırmalarda. Elə bil o nanoqablaşdırmaların düzənlənməsini mənə təklif etdilər. Amma ki belə analiz etdikdən sonra startap nədir? Startapda maliyyədir, network'un olmalıdır. İdeyan var, amma ki maliyyən yoxdur və insan network'dan tapırsan hansı ideyanı satmaq. İdeyanı satırsan, onu satmaq üçün də network olmalıdır. Nəysə, bu var səndə. Hamısı var, gəldi elm tərəfinə. Gəldi bu tətbiq tərəfinə. Mənə də yaxınlaşan bu, həm eyni universitetdə oxumuşduq, startap yaratmışdı. Baxdım ki, ideyası var, amma ki bilmir də necə onu inkişaf etdirmək lazımdır. Ona görə də startaplara baxanda belə nanotexnologiya oxuyan kimi wow demək lazım deyil də. Onun ideyanın necə tətbiq olunacağına və artıq neçə ildir üzərində çalışdırdıqlarına və onun bariyerlərinə baxmaq lazımdır. Hardasa mən təsəvvür yarandı, çünki elə mövzular var ki, təzələri çıxıb deyə belə demək mümkündürsə, dırnaqarası. O mövzu varsa deməli, 100% burada çox möhtəşəm işlər var, amma elə deyildi, yəni. O mövzuya girişməyinə deyirlər, nəsə eləmək lazımdır. Eynən. İndi orada da əsas məsələ nədir? Əsas məsələ tətbiqini edə bilməkdir. Bu tətbiqini edə bilmək üçün də fundamental bariyerlər var.
Fundamental baryerləri əgər AstraZeneca-dır, nə bilim başqa tanınmış GSK-də onlar keçə bilməyibsə, sən kiçik startap olaraq deyirsən ki, mən bu dərmanı hazırlayacağam. İdeyan var. Amma ideya dünyanın hər yerində, hər kəsdə eyni ideya ola bilər. Sadəcə ideyanla başlamır da, bunun edə biləcəyin yönü də bilməlisən. O baryeri keçə bilməyin yolunu da bilməlisən. Yəni sözü dolaya gətirdim, amma odur ki, iş təklif etdi. Yəni düzdür, qəşəng maaş da verirdi. Yox dedim. Nə üçün? Çünki vizyonunu Elə bilim o qədər danışdınız, təriflədiniz. Elə bilim hə demisiniz. Yox demisiniz. Bu əslində yaxşıdır. Mən görünəyə yox demişəm də. Yox, əslində indi o startap yoxdur. Yəni yoxsa? Yox, artıq bağlandı. Çünki belə yanaşma odur ki, siz hər baxdığınız startapı analitik kimi də analiz etməlisiniz. Nanotexnologiyadır, süni intellekti birləşdirib ortaya qoyub bunu o demək deyil ki, o dünyanın ilk gedən bir startapı olacaq. Sadəcə siz o sahənin içərisindəsinizsə, özünüzün yanaşmanızdan bir baxın, görün. O tətbiq oluna bilər ya oluna bilməz. Mümkün ola bilər ya ola bilməz. Yəni bu analiz etdikdən sonra gördüm ki, 2-3 ilə bu startap olmayacaqdı. Yəni mən öz enerjimi ora sərf etməyim və biliyimi sərf etməyim əhəmiyyət verməyəcək. Yəni siz elə bir ki, işlək hazır vəziyyətə gələnlər startapda bunu satmağa hazırlaşanda artıq o qüvvədə olmayacaqdı. Belə başa düşdüm ki. Eynən. Yəni həm mənim əməyim gedəcəkdi, həm də boşu-boşuna zaman getmiş olacaqdı elə. Ona görə startaplara siz də yanaşanda sözümün əsli odur ki, wow deyə heç bir şey ümumiyyətlə wow deyə yanaşmayın. Nə süni intellektdə olsun, süni intellektdə data cəhətdən baxın. Böyük bir datanın machine learning formatına gətirilmiş halıdır da statistikada əslində matematik biliyi olan, riyazi biliyi olan insanların hər biri süni intellekti istifadə edə bilər, quraşdıra bilər və kompüter bilikləri lazım olacaq. Nanotexnologiya, kimya biliyi, kimyanın tətbiqi, fizikanın tətbiqi, belə baxmaq lazımdır. Startaplara da eyni cəhətdən. Danışarkən xüsusilə bilik və bacarıqlar qeyd etdiniz. İstəyirəm elə bu sahədən soruşum. Yəni sözü gedən sahədə, yəni nanotexnologiyada bilik və bacarıqlarınızın artırılması, təkmilləşdirilməsi, tərəqqisi, belə uzun desək, yəni bunun üçün siz xüsusilə nə ilə qidalanmısınız? Elmi konfranslardır, onlayn platformalardır. Yəni sizi baxanlar nə etsinlər yəni bu sahədə? Sizin Mədinə xanım bunu eləyib, mən də bunu edə bilərəm. Əslində məndə nanotexnologiyaya maraq ilk öncə mən başlayanda da nanotexnologiya sözü eşitdim. Mənasını nə olduğunu, ölçü olduğunu bilirdim, amma yəni bu qədər sadə adi bir belə deyim də kimya, fizika belə bir ona Azərbaycan dilində nə deyirlər? Kimya, fizika yoxsa? Ümumiyyətlə o, hə, yəni o söz. Elm, fən. Elm, fən. Subject sözü. Aha, subject, bəli. Fən kimi yanaşmamışdım da. Mən də ona texnologiya cəhətdən wow deyə daxil olmuşdum. Amma sonra onun tibbdə tətbiqini öyrənməyə başladıqda gördüm ki, yəni həm wow deyil, həm tətbiqinə baxdım ki, baryerlər çoxdur. Bu sadəcə kimyanın, fizikanın, materialşünaslığın birləşməsidir. Ona görə də o cəhətdən məsləhət görərdim ki, getdiyiniz yöndə, əgər tibbə, nanodərmanlara baxmaq istəyirsinizsə, farmakoloji biliklərinizi artırın, insan bədənində tətbiq olunan hissəsini, yəni ümumi insan bədəninin biologiyanı öyrənin, ya anatomiyanı öyrənin, baryerləri öyrənin. Ondan sonra o cəhətdən materialşünaslığa sonradan yönəlin. Ya başqa bir kimya mühəndisliyinin deyək ki, neft qazda tətbiqini orada tətbiq etmək istəyirsinizsə nanotexnologiyanı, orada artıq baxın hansı hissəsinə tətbiq edəcəksiniz. Təmizlənməsindədirsə, materialların istifadəsi ya da drilllərin ucları olur, drilllərin uclarının, burğuların uclarının daha belə deyim dayanıqlı olmasını yaratmaq üçün də materialşünaslar nanotexnologiya tətbiq edir. Tətbiqinə baxırsınız və orada olan fənləri təsvir edirsiniz. O fənlər üzrə biliklərinizi artırırsınız. Sonra isə strategiya seçirsiniz.
Ya sıfırdan başlayacaqsınız, konstruktiv ya da deduktiv olaraq yuxarıdan müşahidə aparırsınız, sonra aşağıya baxıb quraşdırırsınız öz texnologiyanızı. Yəni bu qədər basit bir şeydir əslində. Aydındır. İzahatınızdan, yəni təsvir etmənizdən hiss olunur ki, təlim tədrisə də biganə deyilsiniz, həm də doktorantura təhsil almısınız. Yəni burada təhsil pilləsi keçmisinizsə, bu sualı mən də sizdən soruşmalıyam yəqin ki. Yəni universitetlərdə bu nanotexnologiya tədrisini sizcə necə belə maraqlı, həm də praktik eləmək olar ki, tələbələr sapınmasınlar, həm də diqqət çəksinlər yəni bu sahə. Mən həyata baxış açım belədir ki, mən tələbələrimi də belə çalışıram ki, onlara bu yöndə yönəldim. Başlayırsınız müşahidədən. Olduğunuz mühitdə müşahidədən və müşahidə etdikdən sonra oranı kritik analiz edirsiniz. Baxırsınız ki, orada tətbiq olunan nələrdir? Misal üçün siz hansısa kimya mühəndisliyi oxuyursunuz, nanotexnologiya tədris edirlər, sizi kənd təsərrüfatı zonasına aparırlar və biraz orada müşahidə aparırsınız, öyrənirsiniz, baxırsınız ki, bu texnologiya tətbiq olunur. 4 gündən sonra tətbiq olunanda bu filtrlər belə deyim, istifadəsi artıq dayanır, ya çirklənmə olur, ya nəyisə təsir edir və artıq yönünüzü oradan götürürsünüz. Elə bil müşahidə əsaslı öyrənmə mənim üçün ən əsas bir şeydir. Çünki teoriyanı, fərziyyəni nə qədər də, bilikləri nə qədər öyrənsək də, tətbiqi olmayanda o biliklər uçub ağlımızdan gedir. Ona görə də nə qədər də field gedirsinizə, ona görə sahədə sahəyə gedirsiniz, field work deyirlər. internshiplərə gedirsiniz, hansısa bir təcrübə proqramlarına gedirsiniz, onlar çox yaxşıdır. Nə üçün? Orada öyrəndikləriniz, elə bil ki, fərzi biliyinizi öyrənmisiniz. Nəzəri bilikləri. Nəzəri bilikləri öyrəndiniz. Belə deyim, fərziyyələri bilirsiniz, getdiniz ora, amma ki heç vaxt tətbiqini öyrənməmisiniz. Orada sizə tətbiqini öyrədirlər. Sonra deyirsiniz ki, mən bunu bu process automation dərsində bilirdim, öyrənmişdim. Deməli bu buna tətbiq olunur. Bu buymuş. Bax elə insanın beyni də elə formalaşıb. Gərək nəyisə birindən belə deyim, calayasan ya nəyisə bir-birinə əlaqələndirəsən ki, sən onu ağlında daha uzun, yadda saxlayarsan, daha uzun şəkildə. Ona görə tətbiqi öyrəndin nəzəriyyəni tətbiq etmək üçün təcrübələr lazımdır, müşahidələr və oradan artıq irəli. Əslində mən suallarım bitmişdi. Amma yəni insanlar bəzən yox, ümumiyyətlə xoşlayırlar ki, bildikləri bir şey haqqında fərqli fikirlər söylənsin. Elə onda daha diqqət çəkən olur. Siz xüsusilə tibb sahəsini qeyd etdiniz. Yəni burada araşdırmalarınız, tədqiqatlarınız daha çoxdur. İstəyirəm yəni insanlar üçün belə fərqli fikirlər deyəsiniz, əslində bildikləri şey barəsində, nanotexnologiya cəhətdən. Əslində indi nəyin üzərində iş gedir, insanları nə gözləyir, tibb cəhətdən, insan ömrünün uzadılması. Yəni çox terminlər, çox ifadələr var, amma bunu tam birə-bir mənasından dərk etmək məncə mümkün deyil. Yəni bunun üçün çox araşdırasan, bu işin içində olasan. İşin içində olansa sizsiz yəni. Belə başlayım. Mühəndislik cəhətdən tətbiq oluna bilən materiallar, nanobotlar deyirlər, nanorobotlar, insan bədəninə yeridilə biləcək nanobotlar hazırlayıblar. Yəni var. Ya insan bədəninə daxil olur, hətta insan bədəninin turşuluğuna görə və ya hansısa bir elementə görə struktur, forma dəyişən materiallar da yaradıblar. Nano ulduzdan keçir, nano topan və s. belə bir şeylər var. Amma spesifik olaraq tibbdə deyəcəm, belə yöndən də çox şey oxuna bilir. Databazaya girsəz, elmi databazaya Web of Science-da hardasa bir 50 minə qədər siz orada artikl tapacaqsınız. Amma baxın görün o artiklın neçə faizi tətbiq olunur. Ona görə də mümkün olan mühəndislik cəhətdən hər şey var. İstədiyin materialı, istədiyin formatda, formada, strukturda, belə deyim, qabiliyyət də yarada bilirsən. Amma siz onu bədənə daxil etdiniz. Bu bədənin yaradılışdan baryerləri var.
Siz o Yəni, bariyerləri, təbiətə zid getmək olmaz, təbiətə zid getmək üçün ilk növbədə təbiəti çox gözəl başa düşmək lazımdır. Yaradan qədər başa düşmək lazımdır. Ona görə də Təhlükəli söz. Ona görə də siz daxil etdiniz bədənə, o oradan necəsə bir həm forması dəyişəcək, həm ya degradasiya olacaq, ya gedəcək ciyərdə ilişəcək, böyrəkdə ilişəcək, ya hansısa bir makrofaqlar gələcək, onu yeyəcək və orada bir iltihab yaradacaq. Bu cəhətdən insanlara tətbiqinə baxanda bu yöndən düşünsünlər. Bu material ya da yaratmaq istəyirsə, kimya mühəndisidir, getmək istəyir material şünaslığa, onun tibbdə tətbiqinə, ya nanodərman qablaşdırma hazırlayıb tibbə tətbiq etmək istəyir. Belə deyim, ən güclü nanodərmanlar bariyerləri heç bir onlara kənar effekt olmadan keçə bilən dərmanlardır və keçdikdən sonra oradan təmizlənə bilən dərmanlar ola bilər. Amma onu yenə də başa düşmək üçün təbiəti çox yaxşı başa düşmək lazımdır. Aydındır. Mən də belə qaranlıq, mübhəm suallar qalmadı. Çox sağ olun ki, dəvətimizi qəbul etdiniz. Podkastda iştirak etdiniz. Minnətdaram sizə. Mən də sizə minnətdaram dəvət üçün.